suda, quruda, havada. Azərbaycan ordusu hər yerdədir. Onlar yalnız vətəni qoruyanlar deyil, həm də ölkənin sakit sabahlarını təmin edənlərdir. 1918-ci ildə yaradılan Azərbaycan Silahlı Qüvvələrinin gücü isə tək səngərdə deyil, ordunun hər bir qolunda hiss edilir. Burada istənilən hərəkətin arxasında ciddi hazırlıq, nizam, intizam və inam dayanır. Mərkəz Alfa A rayonunda bütün teröristləri məhv etdi. A rayonu düşməndən təmiz azad olundu. Fiziki, psixoloji vəziyyət çox yüksək səviyyədədir orduda. Qalib ordunun əskərləri olaraq, yəni istəyir yeni xidmətə gəlmiş əskər olsun, istəyir hal-hazırda xidmət etmiş əskər olsun, yəni orduya göstərilən qayğı, orduya göstərilən diqqət onun həmin o xidmət edən əskərin də psixoloji durumunun yüksək olmasına gətirib çıxarır və bu birbaşa həmin vətən müharibəsində sonra yüksək səviyyədə, yəni o şəxsiyyətin ruh yüksəkliyinin qalxmasına şahid olunur. Bugün Azərbaycan ordusu peşəkar insan resursları, müasir texnologiya və çevik qərar vermə qabiliyyəti ilə zəngindir. Bu da ölkəni regionun əsas hərbi güc strukturlarından birinə çevirir. Burada hər detalsa, istər texniki təchizat, istər taktika hazırlıq, istərsə də döyüş ruhu bir-birini bir zəncir kimi tamamlayır. Görünməyən yüksəkliklərdə təhlükəni sezən pilotlar, səssizcə hədəfə doğru hərəkət edən xüsusi təyinatlılar və əskəri hissələri idarə edən hərbçilərin hamısı ortaq amal üçün çalışır. Yeni nəsil döyüş texnikaları, keçirilən təlimlər isə müdafiə qabiliyyətini daha da artırır. Elə bu istiqamətdə intensiv görülən işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları siyahısında yer alıb. Bu reyting isə qüvvələrin və hərbi hissələrin sayı, müdafiə xərcləri, döyüş arsenalının miqdarı və digər 60 müxtəlif faktor əsasında tərtib olunub. Müasir texnologiyaların hərb sahəsində tətbiqi isə ordunun güclənməsi və tapşırıqların dəqiq icra edilməsində mühüm rol oynayır. O dərəcədə işimizi rahatlaşdırır ki, müasir texnikalar, düşmən bizi görmədən biz düşməni məhv edə bilirik. Düşmən ərazisinə girmədən düşməni məhv edirik və bunun nəticəsidir ki, erməni xalqı, erməni ordusu dəhşətə gəlmişdir ki, bizim uçan aparatlarımızı, uçan texnikalarımızı görmədikləri halda başlarına raket yağdıqlarını görürdülər. Yəni, bunun üçün də müasir texnika çox böyük rol oynayır. Çünki müasir dövr bunu tələb eləyir. Bugün ordular təkcə silaha deyil, həm də informasiya texnologiyalarına güvənir. Düşmənin rabitə imkanlarının sıradan çıxarılması, informasiya axınının idarə edilməsi və qorunması müasir taktikanın bir hissəsi sayılır. Soyuq müharibə deyilən bir məfhumun olduğu dövrdə müasir texnologiyanın rolu böyükdür. Məsələn, buna kiber təhlükəsizliyi misal göstərmək olar. İnformasiya müharibəsi, informasiyanın əldə edilməsi və buna uyğun bir çox amillər nəzərdə tutulur. Ölkələr bir-biri ilə nəinki ordu silahdan artıq digər texnologiya vasitələrindən istifadə etməklə, müasir vasitələrdən istifadə etməklə müharibə aparırlar, informasiya müharibəsi, yəni hansı ordu daha çox informasiya malik edirsə, o daha güclü hesab olunur. Yerli və xarici istehsal olan müdafiə komplekslərinin gücünün nümayiş edildiyi əsas yer isə 44 günlük vətən müharibəsi oldu. Peşəkar kadrların koordinasiyalı fəaliyyəti isə gücün düzgün nümayişi baxımından olduqca vacib sayılır.